Bax o suyun içində 72 yaşında arvad, mən o suya girə bilərəm. Bu qalanın eləcə belə 2 kubiki qədər, harca 40 santiyə qədər bu su dolur. İfunət iyi gəlir, xəstəliklər yaranır. Kürdəmir rayonunun Şəhriyar küçəsində sakinlər illərdir kanalizasiya probleminin həll olunmamasından əziyyət çəkirlər. Çirkab sular yağışlı havalarda həyətlərə, evlərin zirzəmilərinə dolur. Bu zülümlü suyun kanalizasiyanın içində qalan dostu 72 yaşında arvad, mən sularda bax bu kanalizasiya daşır tökülür. Gör bu kanalizasiya daşmış vəziyyətdə yağış yağanda nə gündə olur. Hələ bu marozda şaxtada mirçəyin əlindən dəvərə bilmirik. Ona görə ki, hamısı mındar çirkab sulardır, axırı həyətə. Özüm də xəstə adamam, şəkər adamam, indi səhər əməliyyata gedəcəm gözümdən. Bax o suyun içində 72 yaşında arvad, mən o suya girə bilərəm. Və yaxud gedə əməliyyatdan çıxdım, o suyla nə tər qaydıram, gözü bağladım. Buna bir əncam eləyin, demədiyimiz yer yoxdur, icra qalmayıb. Şəhər Soveti qalmayıb, hamısı gəlir, baxırlar, gedirlər, ortaqda heç nə yox. Kanalizasiyalar təmizləmir, daşır tökülür, yağış da yağanda hamısı vurur evləri, evlərin altına. Hükümət bizə ev tikdi, evin o da qalıb suyun içində. Nə qədər o padvalımızda var inəmiz, tutmamız var, suyun içində yağış yağan kimi çirkab sular axır, dolur, daşır tökülür. Bax bir dəqiqə bu durduğum ayağımın altı bunu vəziyyətindədir. Elə ki, göyün üzündən 1 saat və yaxud 2 saat yağış yağırsa, vəziyyət acınacaqlı vəziyyətə düşürür. Bu qalanın eləcə belə 2 kubiki qədər, harca 40 santiyə qədər bu su dolur. Üzür içinə, harca durduğum bu 2 mərtəbə binanın arxasına düz bax bu xəlalda sisteminə qədər su göllənir. Demək olar 40 santi, 50 santilik sapaqlarla gedib gəlir. Vəziyyətimiz oxudur ki, acınacaqlı vəziyyətimiz var. İfunət iyi gəlir, xəstəliklər yaranır. Məsələn, bu ifunətin xəstəliyi yaranır. Uşaq var, böyük var, qoca var, xəstə var. Xəstəxanaya gedə bilmirik, işə gedə bilmirik, məktəbə uşaq gedə bilmir. Maşın yox, maşın da taksi sifariş verir, məsələn, bura gəlmir, deyir ki, çıx məhəllənin başına. Məhəllənin başına çıxmaqdan ötürü yenə rezin sapaqdan istifadə eləməliyik. Rezin sapaqla çıxırıq məhəlləyə. Orada ayaqqabımızı dəyişirik, bəli, orada ayaqqabımızı dəyişirik, ondan sonra binirik taksiyə. Məsələn, qonaqdır, yağış yağanda bizə qonaq gələ bilmir, özümüz qonaq gedə bilmirik. Biri məsələn, xəstə olur, məsələn, təcil tibbi yardıma zəng eləyəndə məhəlləyə girə bilmir. Məsələ ilə bağlı Kürdəmir Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin baş mühəndisi Rəşid Nəsirov bildirdi ki, idarəmizin orada heç bir kanalizasiya xətti mövcud deyil. Adı seçilir Məmməd Şəriət küçəsi ilə bağlı idarə tərəfindən məlumatımız var. Bildirmək istəyir ki, həmin küçədə Kürdəmir Su Meliorasiya Sistemləri İstismar İdarəsinin heç bir kanalizasiya xətti mövcud deyildir. Amma buna baxmayaraq vətəndaşların daimi müraciətini nəzərə alaraq idarə tərəfindən texnika və canlı qüvvə cəlb edilir. İdarə tərəfindən həmin kanalizasiya xəttləri təmizlənir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, həmin kanalizasiya şəbəkəsi yalnız əhalinin gündəlik məişə və tullantı suları üçün nəzərdə tutulmuşdursa, yağış yağan zaman suyun miqdarı artır və bu da kanalizasiya xəttlərinin tutulması və suyun çəkilməməsinə səbəb olur. Buna görə də küçələrdə suyun belə deyək qalxması müşahidə olunur. Gələcək illərdə kanalizasiya sisteminin rayonumuzda hal-hazırda 30% hissəsində çəkilmişdir və müəyyən səbəblərdən sistemin yarımçıq hissəsi qalmışdır. Gələcək illərdə kanalizasiya sistemi tam çəkilməsi zamanı həmin küçələri də əhatə eləyəcək və həmin ərazilər təbii ki, bu kanalizasiya problemi tamamilə aradan qaldırılacaqdır. Görünən odur ki, illərdir davam edən bu problemə hələli real və konkret həll yolu göstərilmir. Kürdəmir sakinləri hələ uzun müddət bu antisanitar vəziyyətlə yaşamaq məcburiyyətində qalacaqlar.